İkinci prezidentliyindən 46 gün keçən Donald Trump'ın Amerika inqilabını maraq və rəğbətlə izləyənlər arasında Azərbaycan da var. Prezident İlham Əliyevin 20 il əvvəl uzaqgörənliklə dedikləri indi Ağ Ev administrasiyası tərəfindən təkrarlanır. Münxen konferansında vitse-prezident James Vance bəyan etdi ki, Avropanın təhlükəsizliyinə ən böyük zərbəni qərbli liderlər vurur. Dünyada müharibələrin gerçək səbəbi demokratiyanın və üsul idarələrin ixracı adı ilə ölkələrin daxili işlərinə silahlı yaxud rəngli müdaxilələrdir. Konferansın sədri Kristof Hoysenin tribunada tökdüyü göz yaşları İraqda, Suriyada kütləvi məhv edilən milyonlarla insanın faciəsinə bənzəmirdi. Əgər elə deyilsə, Zəngilana, Xocalıya, Şuşaya dönən vətəndaşlarımıza niyə bir Avropa dövləti kömək etmir? Çünki məqsədləri işğalı qoruyub saxlamaq idi. Əvəzində 3 ildir davam edən Ukrayna müharibəsində 16 milyon əhalini köçkünə çevirəndən, 30% torpağı və 100 minlərlə insanı itirəndən sonra qəhrəman Ukraynalıların qarşısına təbii sərvətlərini təslim etmək şərti qoyulur. İllərdir dövlətimizə şər atanlar 1994-cü ilin əsrin müqaviləsini, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə etsin, görsün Ulu Öndər Heydər Əliyev məğlub cəbhə hakimiyyətini kapitulyasiyadan necə xilas eləyib qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar. Ulu Öndərdən öyrənin, çünki o təkcə Azərbaycanlılara deyil, bütün xalqlara qurtuluşun yolunu göstərib. İşğala qarşı birləşən 51 dövlətin Ukraynaya verdiyi yardımın 2/3-ni korrupsiya kimi mənimsəyiblər. Qlobal Müharibə Partiyası bir xalqın qanı üzərində 100 milyardları silib. Savaşın sponsorları o vaxt Azərbaycanlılara sığınacaq və yardım etmək əvəzinə 907-ci cəza qanununu tətbiq etmişdilər. Heç bir millətə sərvətini, vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqilliyi oldu? Bunun harası ləyaqət inqilabı oldu? Bunun harası Avro inteqrasiya oldu? Şübhə etmirik ki, ABŞ siyasətində belə kəskin dönüşün bir səbəbi də Qarabağda qələbəmizdir. Qlobal layları tərpətdiyimiz üçün Ağ Evdə başlanan kəskin dönüş xalqımıza düşmənçilik edənlərin də ifşasına səbəb olub. Dövlət başçısının dəfələrlə dediyi yalancı dörtlük, New York Times, Figaro və digər şər maşınının haradan idarə olunduğu tam üzə çıxıb. Görün Qarbaçovun Pravdası ilə Bidenin Washington Postu bir-birinə necə bənzəyirlər. Terror mediası Osman qızı, Azad Söz və digər muzlu şəbəkələrin siyasi himayədarları və maliyyəsi kəsildiyi üçün onlar da məhvə məhkumdular. 40 gündür USAID-in fəaliyyəti dayandırılıb, lakin dünyada demokratiya azalmayıb. Əksinə, ölkəmizə qarşı hücumlar səngiyib və xaosçular başsız qalıb. İndi görün, milli mənafeləri qoruyan hakimiyyətlərə alternativ yaratdıqları qeyri-hökumət təşkilatları, OCCRP, NED, NDI və yüzlərlə klon təşkilatları məsuliyyətə cəlb olunsalar, dünya necə rahat nəfəs alar? Biz Amerika Birləşmiş Ştatlardan Qarabağa yardım istəmirik, çünki millətimiz halal qələbəsi ilə Şuşada Ağ Evi özü ucaldır.